Məqama vurğuladınız ki, bizdə təəssüflər olsun ki, çox zaman öz maraqlarından çıxış eləyərək hər kəs, məsələn, ailə qurarkən dostumun qızıdır və yaxud da maddi imkanı yaxşıdır və yaxud da yaxşı qızdır, mənim sözümə baxacaq, sözümdən çıxmayacaq. Yəni, faktorlar çoxdur. Hər kəs özünə sərf edəcək şəkildə yanaşır bu evliliyə. Amma biz düşünməliyik ki, bu iki gənc arasında olan bir nigahdır. Bu kiçik bir dövlətdir ailə və bu kiçik dövlətin necə olması gələcəkdə axı bizim cəmiyyətimizə də təsir edir, bizim dövlətimizə də təsir edir. Ona görə də bəli, çox doğru vurğuladınız ki, məhz o iki gənc bir-birini tanımalıdır. Ailə ortamında da bəli tanıya bilər, niyə tanıya bilməz ki? Nişanlılıq dönəmində yəni qonaq gedə bilərlər bir-birlərinə, valideyn evlərinə və yaxud da ki, necəsə də, yəni bu ortamlarda və yaxud da ki, öz xüsusiyyətlərini danışa bilərlər. Məsələn, mənim normal ailə içində, bax, özümü bu cür aparıram, filan şeyləri sevirəm və yaxud da sevmirəm. Amma biz o gizlədəndə nələrisə, sonra artıq onun üstü açılanda və yaxud da ki, biz onu görürük, bu cür deyirik, sonradan mən bunu düzəldəcəm, problemlər burada başlayır. Və ümumiyyətlə, ailə elə bir nigah, ümumiyyətlə, ailə elə bir ittifaqdır ki, burada biz çox zaman yanlışımız ondan ibarətdir ki, sanki hər ikisi eyni olmalıdır cütlüklər. Sanki... Ən əsas məsələ burasındadır. Biz qarşımızda özümüz kimi adam axtarırıq. Bəli, bəli. Çünki biz beynimizdə bir obrazı qururuq, onun layihəsini belə deyim, çəkirik, çizirik və hər yerdə onu axtarırıq. Bax, yeməyə bu cür pişirməlidir, görünüşü bu cür olmalıdır, zövqü bu cür olmalıdır. Mən bu rəngi istifadə edirəmsə, mənim həyat yoldaşım da bu rənglərdən istifadə etməlidir. Bəylərimiz çox vaxt bacısına oxşayan, anasına oxşayan xanımlar axtarıb anasına, bacısına oxşayan və yaxud da ki, evlilikdə atalarını axtaran və yaxud da analarını axtaran cütlüklər. Onlar psixoloji tərəfdən özlərinin problemləri var. Həyat yoldaşı ikinci ana deyil də. Bəli, tam sağalmamış nigaha girirlər cütlüklər. Çox təəssüflər olsun ki, sağalmamış, mən psixoloji nəzərdən deyirəm. Məsələn, insanın bir travması var, hər hansısa bir, uşaqlıqdan gələn və yaxud da gənclikdən və yaxud da atasız böyüyüb və yaxud da anasız böyüyüb, onun içində o doldurulmamış bir hissləri var, bir emosiyaları var. Bunun hamısını həyat yoldaşından almaq istəyir. O mənə həm ana olsun, həm dost olsun, həm yoldaş olsun, həm sirdaş olsun, həm xala olsun, həm bacı olsun, məsəl üçün də həm ata olsun, həm qardaş olsun. Biz bir insana hər şeyi yüklüyürük, bir insandan hər şeyi gözləyirik. Axı o təkcə həyat yoldaşı funksiyasını yerinə yetirir sənin üçün. Və burada artıq nə baş verir? Həmin insanlar yüklənir. Bu bir növ həyat yoldaşını dəyişirsən də, öz istəkləri və uyğun dəyişirsən. Amma nə qədər də istəsə, həmin insan yüklənəcək. Çünki o həyat yoldaşı, o sənin ərin deyil və yaxud da ki, sənin qardaşın deyil. Amma insan hər şeyi ondan almaq istəyir. Təsəvvür edin ki, bizdə təəssüflər olsun ki, bu statistik etibarilə, məsələn, öz müşahidələrimə əsaslanaraq deyirəm, ki, çoxdur ki, həyat yoldaşından gözləntiləri çoxdur. O eləməlidir. Atam belə idi, o da atam kimi olmalıdır. Və yaxud da qardaşım kimi olmalıdır, və yaxud da anam kimi və s. Amma gəlin razılaşaq ki, bəzən elə həyat yoldaşları elə qayğıkeş olur da. Yəni, hamısına şamil eləmək olmaz onu ki, diqqətsizdir. Yəni, qayğıkeş, o atanı, ananı əvəz eləyən həyat yoldaşları da var ki, sənin qayğığı çəkirlər. Amma burada artıq cütlüklər kimi qadın-kişi münasibətlərində problem yaradacaq onlara. Karl Gustav Jung deyir, bunu mən demirəm. Deyir ki, həddindən çox qayğıkeş həyat yoldaşı o cazibə itir. Arada o qadın-kişi münasibətlərində, ər-arvad münasibətlərində o cazibənin itməsinə gətirib çıxardı. Bəli, anası kimi görür artıq onu. Bəlkə də siz elə fikirləşirsiniz. Yox, mən elə fikirləşmirəm. Karl Gustav Jung deyir bunu. Yəni, Qərbin məşhur psixoanalitikidir, analitik psixologiyanın banisidir. İlhamə xanım demir. Hər şey qədərində olanda məncə ideal ailə olur. Təbii ki, o qədərində bir insanla maraqlanmaq, onun əhvalını, halını, durumunu ona diqqət yetirmək başqa bir şeydir. Bir də var ki, hazır şəkildə anası kimi hər şeyi onun qabağına qoymaq və yaxud da atası kimi. Axı, bu bir ailədir, onlar bir yerdə inkişaf edir. Yəni, burada qarşılıqlı mərhəmət, qayğı göstərilməməlidir. Göstərilməlidir, sadəcə ana olmamalıdır. Yəni, bir qadın öz həyat yoldaşına ana olmamalıdır və bir kişi də öz həyat yoldaşına ata olmamalıdır. Təbii ki, qayğı, diqqət, bu normal bir şeydir, amma o ər kimi o diqqəti göstərməlidir. Hər şey ata kimi yox. Bəli, öz funksiyalarına və öz öhdəliklərinə, vəzifələrinə. Amma az əvvəl bir fikir səsləndirdiniz. Dediniz ki, hər ailə kiçik bir dövlətdir. Dünyada 220-yə yaxın dövlət var. Bunların 90%-dən çoxsunun rəhbərləri, prezidentləri kişilərdir. Onda kiçik dövlətlərin prezidentləri də kişilərdir də belə çıxır.
Belə deyim də, belə bir misal var, deyir kişi başdı, qadın boyundu. Boyun hara fırlansa, yəni ki də baş ora gedəcək misalı var. Bəli, yenə də bura gedirik. Təbii ki, bu bir belə deyim də zarafat idi, yarı zarafat, yarı ciddi bir məqamdır. Ailəni kim idarə eləməlidir? Siz buna belə düşünürəm, Bəli, belə də bu nəzərdən baxa bilərik. Ailənin başçısı demirəm, biz belə